Bəziləri belə xalqa yeritməyə çalışır, bəziləri belə təqdim eləməyə çalışır ki, sanki Şah İsmayıl yeni bir ideologiya gətirib Azərbaycana, yeni bir məzhəb gətirib Azərbaycana, yeni bir din gətirib Azərbaycana. Xeyr, elə deyil. Şah İsmayıl yeni din gətirməyəm, tam əksinə Şiə olan, Ələvi olan Türkman, Türk tayfaları Şah İsmayılın ətrafında birləşir və Şah İsmayıl taxta çıxarır. Məsələ bu qədər bəsitdir. İsmayıl heç nəyi cibində və yaxud qoltuğunda gətirməyib Azərbaycana. Tam əksi, Azərbaycan və Anadoluda yaşayan Türkman, Ələvi, Şiə tayfalar Şah İsmayılın ətrafında birləşirlər və Şah İsmayılı taxta çıxardırlar. Bu belədir. Və xalq tərəfindən heç bir narazıçılıq, etiraz da olmur. Zaten xalq elə Əhl-i-Beyt tərəfdarı idi. Zaten xalq Şah İsmayılın timsalında ədalətli bir devlətin qurulacağına ümid eləyirdi. Şah İsmayıla ən böyük dəstəyi xalq verib. Sıravi xalq. Feodallar yox. Feodallar sonradan dəstəyi veriblər. Amma rəiyyət, mülki əhali Şah İsmayıla gözləyən və Şah İsmayıla dəstək verən ən böyük qüvvə olub.